صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم: ومن نعمره ننكسه في الخلق أفلا يعقلون. صدق الله العلي العظيم. Allah bugünkü günü bütün müminlere, Müslümanlara mübarek eləsin. Allah Teala bu aziz günde ibadet itaatlerimizi kabul eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Allah Teala günlərimizi xeyirli eləsin inşallah. Bugünkü mövzumuz bir mövzudur ki, hər bir insanın elədiyi, hər bir insana lazım olan, vacib olan məsələlərdən biri özündən böyüklərə, yaşlılara, qocalara hörmət eləməkdir. Uca Allahımız bütün varlıqları kamil bir nizam, intizama əsasən xəlq edib. Dünyaya yeni gələn hər bir canlının köməyə, ehtirama, hörmətə ehtiyacı vardır. Görürsən, bir uşaq dünyaya gəlir, uşaq ikən, körpə ikən, onun da köməyə, ehtirama, hörmətə, onu yaxşı bəsləməyə, hörmət göstərməyə, nəvaziş eləməyə ehtiyacı var. Və bir zaman yetişirsən, bir gənclik yaşı var, o yaşda da insanın nəvazişinə, kiminsə hörmətinə ehtiyacı vardır. Və bir zaman da bir yaşa, həddə yetişirsən, qocalırsan, ahulaşırsan və xüsusən o yaşda insanın qarşı tərəfin ehtiramına, hörmətinə çox ehtiyacı vardır. Və bizlərə də, bütün müsəlmanlara, istər gənc olasan və özündən böyük bir, yaşlı bir şəxslərə ehtiram göstərmək, hörmət göstərmək dinin bizlərə bir əmridir. Hər bir insana lazımdır ki, vacibdir ki, öz hörmətini, öz ədəbini, ərkanını, əxlaqını qarşı tərəfə göstərsin. Xüsusən yaşlı insanlara. Bəzən görürsən, avtobusda gedirsən, metroda gedirsən, özündən bir yaşlı, bir böyük gəlirsə, sənə lazımdır ki, durasan, ona hörmət edib, öz yerini o şəxsə verəsən. Bu da Allahın xoşuna gələn, Allahın rızayətini qazanmaq üçün bir əməldir. Ümumiyyətlə, İslamda yazırlar, buyururlar ki, 3 hörmət vardır. Bir, əqli hörmət, bir, ictimai hörmət, bir də şər'i hörmət. Əqli hörmət budur ki, əsas mövzu budur ki, insan əqli ilə, əqli vasitəsi ilə özündən böyükə, qocalara, yaşlılara hörmət eləmək bu insanın əqlində olmalıdır. Əqli hörmət sayılır bu. Bir də ictimai hörmətdir ki, ictimaiyyətdə, cəmiyyətdə gəzirsən, dolanırsan, ictimai qanunlara hörmət göstərməlisən. Bir də şər'i hörmətdir ki, bu şər'i hörmət budur ki, Allahın əmrlərinə, Allahın hökmlərinə hörmətlə yanaşmalısın. İnsan öz əqlini Allahın hökmlərinə, Allahın əmrlərinə tabi eləməlidir. Əgər bu tabiliyi eləsə, insanda istər yaşlılara, istər uşaqlara, istər gənclərə öz hörməti, öz ehtiramı da olar. Və bir məsələ də vardır ki, insan Allaha da hörmət eləməlidir. Allaha hörmət o mənadadır ki, Allahın hökmlərinə hörmətlə yanaşmalısın. Bəzən görürsən, məsələn, Allahın hökmlərindən biri namazdır. Namaza da hörmətlə yanaşmaq, namazın öz adabları var, nə cür nə qılınmalıdır, nə cür halda, hansı vəziyyətdə, bunlar da Allaha hörmət misalındadır.
Bir insan əgər Allahın əmrlərinə tabe olursa, öz əqlini Allahın hökmlərinə tabe eləyibsə, o Allaha hörmət eləmiş olur. Və Allaha hörmət başqa bir əməllərdə də vardır ki, insan öz zamanında, öz dövründə uşaqlara hörmətlə yanaşmaq. Və xüsusən də qocalara hörmət eləmək, yaşlılara hörmət eləmək, elə bil Allaha hörmət eləməkdir. Çünki yaşlıların duası, qocaların, ağsaqqalların duası Allah yanında tez qəbul olur. Ki onlar ki, məsələn, Allah yanında onların hörməti vardır. Hədislərdə vardır ki, deyir, Həzrəti Peyğəmbər salavatullah bir gün bir qoca nənələrin yanından keçirdi və onlara buyurdu ki, siz cənnətə daxil olmayacaqsınız. Bunlar çox təəccüblü qaldılar bu cürünə. Həzrəti Peyğəmbər buyurdu ki, yəni bu yaşda daxil olmayacaqsınız. Allah Teala sizi cavan şəkildə cənnətə daxil edəcək. Yəni insan, Həzrəti Peyğəmbər də o cürünə qocalara ehtiramla yanaşırdı. İmam Həsən və İmam Hüseyin əleyhissalamın həyatı haqqında yazırlar. Buyururlar ki, bir ahu kişi, bir nəfər ağsaqqal gəlir, dəstəmaz alır. İmam Həsən və İmam Hüseyin əleyhissalamlar görür ki, bunlar bu dəstəmazı biraz səhv alır. Daha ona o cürünə kobud şəkildə ehtiramsızlıq eləmir. Özləri buyururlar ki, ey filanı, ey yaşlı kişiyə buyururlar, bizim bir dəstəmaz almağımıza da bir bax, nəzər elə. İmam Həsən və İmam Hüseyin əleyhissalam dəstəmaz alır və kişi görür ki, aldığı dəstəmaz biraz səhvlik var. Baxın, Əhl-i Beytin, Peyğəmbərin və onun övladlarının, İmam Həsən və İmam Hüseyin əleyhissalamın öz dövründə o cəmiyyətə, yaşlılara, ağsaqqallara hörməti və bu cürünə də onlar bizlər üçün bir nümunədir. Və buyururlar ki, müsəlman qocaya ehtiram qoymaq, Allaha ehtiram qoymaqdır. Yenə buyurur ki, qiyamət günü onu çətinlikdən amanda saxlayar. Əgər bir nəfər yaşlılara ehtiram göstərər, hörmət eləyər. Buyurur ki, o cavan ki, qocanın yanına, yaşına görə əziz tutar. Allah o qocalan zaman, həmən o cavanı, o qocalan zaman birini gətirər ki, onu əziz tutsun. Əziz tutsun. Və bu, özündən yaşlılara ehtiram göstərmək, ədəb göstərmək insanın əməllərinə də təsir göstərir. Bəzi əməllər var ki, bu əməllərdən biridir ki, əleyhissalam, insanın ömrünü uzadar. Xüsusən insanın öz ata-anasına, valideyninə hörmət göstərməlidir, ehtiram göstərməlidir. İnsanın ömrünü uzadar. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideyninə yaxşılıq eləsin. Çünki yer üzündə insanın Rəbbi atası və atasıdır. Çünki atanın duası öz valideyninə, xeyrinə dua eləsə tez qəbul olunur. Çünki övlad atanındır. Və qarğış eləsə, əgər hər kəs bir öz valideyninə, ağ valideyn olsa, hörmətli eləsə öz valideyninə, o heç vaxt onun ruzisi olmaz. Həmişə pis vəziyyətdə yaşayır. Əgər valideyn ona halallıq verməsin. Buyurur ki, valideynə yaxşılıq etmək ömrü uzadar. Yalan isə ruzisini azaldar. Dua qəza və qədərini geri qaytarır. İmam Sadiq əleyhissalam buyurur ki, yenə ömrünün uzanmasını istəyirsənsə, valideynlərini sevindir. Həzrəti Peyğəmbər buyurur, kim əcəlin gecikməsini və ruzisinin artmasını istəyirsə, bir ehtiram da budur ki, ikinci ehtiram budur ki, insanın silə rəhm eləməsidir. Öz qohum əqrabalarına baş vurmasıdır. Onlara da ehtiram göstərməsidir. Yəni, hörmət eləməsidir. Bu da insanın ruzisini və ömrünü uzaldar. İmam Baqir əleyhissalam buyurur ki, silə rəhmə gedə və onlara ehtiram eləyə, buyurur ki, sərvəti artar və bəlanı ondan uzaqlaşdırar və əcəli də yubanar. Və bu gözəl ehtiramın içində də
ki, insanda olan gözəl əxlaq və xoş xasiyyətli olmaqdır ki, insanlarla, cəmaatla, cəmiyyətlə, ehtiramla, mehribanlıqçılıqla davranmaqdır. İmam Sadiq əleyhissalam buyurur, yaxşılıq və gözəl əxlaq evləri abad edər, ömürləri uzadar. İnsanlara yaxşılıq etmək, hörmət göstərmək, ehtiram eləmək, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, insanın öz qarşısına çıxar ki, öz yaşayışında. Hər neyləsin, Allah Teala onu səni öz qarşıva çıxardır. Və bir də İslamda bu ehtiram insanın öz ailəsində, öz uşaqlarına qarşı, öz ailəsinə qarşı göstərdiyi ehtiram, hörmət də xüsusi olaraq qeyd olunur. Həzrəti İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kim doğru danışsa, əməli paşlaşar, hər kim niyyətini gözəlləşdirsə, ruzisi artar, öz ailə üzvləri ilə gözəl davransa isə ömrü uzanar. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Və həmişə dəstəmazlı olmaq da bu Allahın hökmünə qarşı göstərdiyi ehtiramdır. Həmişə dəstəmazlı olmaq. Bu Həzrəti Peyğəmbər salavatullah buyurur ki, və digər imamlardan da hədis var ki, hər kəs dəstəmazlı halda dünyasını dəyişsə, şəhid mislindədir. Dəstəmazlı olmaq, dəstəmazlı yatmaq, dəstəmaz alasan, yatarsan, bu da Allahın hökmünə qarşı olan ehtiramdır, insanın öz xeyrinə olan bir məsələlərdir bunlar. Həzrəti Peyğəmbər salavatullah tam buyurur, Ənəs ibn Malik buyurur ki, ey Ənəs, həmişə dəstəmazlı ol ki, Allah sənin ömrünü uzatsın. Bizim bir ustad var idi, buyurdu ki, heç vaxt dəstəmazsız gəzmə. Görürsən, indi təsbihlər çıxıb, üstündə Allah, Muhammed adları yazılır. Yəni, onlara əl vurmaq dəstəmazsız haramdır. Dəstəmazlı gərək əl vurasan. Quranın ayələrinə dəstəmazsız əl vurmaq günahdır, haramdır. İnsanın mənəviyyatını paşlaşdırır. Nə qədər, məsələn, görürsən, yunasan, təmiz çimirsən, neynirsən elə, amma bir dənə dəstəmaz səni mənəviyyatı paşlayır, bununla da kifayətlənir. Dəstəmazın insana bu qədər xeyri vardır. Və bir də buyururlar ki, çoxlu sədəqə vermək Allahın hökmünə ehtiram eləməkdir ki, bu sədəqə də insanın ömrünü uzadar və insana ömrünü və xəstəliklərdən uzaq eləyər sədəqə vermək. İmam Baqir əleyhissalam buyurur ki, yaxşılıq və sədəqə kasıblığı aradan qaldırar. Ömrü uzadar, 70 cür faciəli ölümü insanlardan uzaqlaşdırır. Bu da ki, ehtiram olaraq sədəqə vermək, bu da ehtiramın, hörmətin ayrılan bir qoludur. Və nəhayətdə budur ki, imamların, övliyaların, seyidlərin qəbrini ziyarət etmək, onları ziyarət etməklə onlara qarşı hörmət bəsləmək, məhəbbət göstərmək, bu da insanın öz xeyrinə olan bir məsələlərdir. Allah Teala bizləri o cür insanlardan qərar versin ki, Allah Teala bizi bu dünyada həm ahirətdə hörmətli insanlardan qərar versin inşallah. Bir hədis sonda deyim ki, Allah Teala buyurur, İmam Cəfər Sadiq əleyhissalamdan hədis var, buyurur ki, Allahın ən məxsus, xüsusi insanları onlardır ki, onlar Allahın hökmlərinə hörmətlə yanaşa və öz dostunun, əziz dostunun ziyarətinə gedə, buyurun, və onu xəstə halında ziyarət edə. Onun ziyarətinə gedə və ona ehtiram göstərə. İkincisi budur ki, insan öz qıldığı namazlara ehtiramla yanaşa. Nəhayətdə üçüncüsü budur ki, ümrə həcc ola, istəyərək böyük həcc ola, o həcci gedib Allahın Kəbəsinə, evinə ehtiramla yanaşa və oranı ziyarət eləyə və Allahın əmrlərinə tabi ola inşallah. Allah Teala dualarımızı, ibadətlərimizi qəbul eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah nə günahlarımız var, əfv qələm çəksin inşallah. Allah xəstələrimizə, xüsusən niyyətdə olan xəstələrimizə, qazilərimizə şəfa inayət eləsin. Allah Teala hər kəsin
borcu varsa Allah özü onu əda eləsin inşallah. Allah dövlətimizi, bayrağımızı həmişə uca eləsin. Allah Teala gələn günlərimizi xeyrə müvəttər eləsin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə edək inşallah. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcə.